Salam. Bugün seninle çok da rahat olmayan bir mövzu hakkında danışmaq istəyirəm. Hiç hiss etmisənmi ki, həyatımızı avtopilotda yaşayırıq? Səhər dururuq, eyni xəbərləri oxuyuruq, eyni videoları izləyirik, eyni fikirləri təkrar edirik. Bugün dünya çox səs-küylüdür. Hər tərəfdən bizə nəyin sevməli olduğumuzu, necə uğurlu olacağımızı və hətta nəyi düşünməli olduğumuzu qışqırırlar. Biz isə çox vaxt fərqində olmadan bu səslərin içində öz səsimizi itiririk. Düşünmək sadəcə bir beyin fəaliyyəti deyil. Bugün əsl düşünmək bir cəsarət növüdür. Çünki kütlə ilə eyni şeyi təkrar eləmək rahatdır. Amma sual vermək risklidir. Çoxumuz düşünməkdən qaçırıq. Çünki düşünmək məsuliyyət deməkdir. Öz həyatının sükanını əlinə almaq deməkdir. Bəs sən o sükanı kimə vermirsən? Gəl bugün rahatlığı kənara qoy və özünə bu sualları ver. İnandığın o böyük həqiqətlər doğrudanmı sənindir? Yoxsa uşaqlıqdan bəri sənə ötürülən, sorğulamadan qəbul etdiyin bir mirasdır? Əgər heç kim səni mühakimə eləməsəydi, cəmaət nə deyər qorxusu olmasaydı, sən hələ də indiki həyatını yaşayardın? Yoxsa ürəyində gizlətdiyin o tam başqa insanı azad edərdin? Sən öz hekayəni yazırsan, yoxsa başqasının yazdığı senaridə sənə verilən rol oynayırsan? Əgər bu suallar səni narahat etdisə, demək doğru yoldayıq. Narahatlıq oyanışın ilk əlamətidir. Düşünməyə cəsarət etmək səni tək qoya bilər. Amma inan mənə, öz həqiqətinlə tək qalmaq, başqasının yalanı ilə izdihamda olmaqdan qat-qat yaxşıdır. Bu videodan sonra telefonunu kənara qoy və 5 dəqiqə sükutda sadəcə öz-özünü düşünməyə cəsarət et. Çünki azadlıq ilk sualın verildiyi yerdə başlayır. Hələlik.